Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə yeni vloqla xoş gördük. Hər birinizi qızlar uzun müddətdən sonra başladığım vloqlarıma davam etməyə. İnşallah qısa-qısa, yəni yavaş-yavaş inşallah videolarıma davam etdirərəm. Bunun üçün sizin dəstəyinizə ehtiyacım var. Onsuz da vloqlarım, yəni baxış sayı son vaxtlar az idi. İndi ümumiyyətlə az olacaq. Sizin dəstəyiniz mənim videom üçün, yəni bu videom üçün daha çox önəmlidir ki, videom qabağa getsin. İzlənmə sayı çox olsun. Belə qızlar, İnşallah izləyərsiniz, bəyənərsiniz və bəyəndikdə bəyəni işarəsi də qoymağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Qızlar, bu gün təmizlik edirəm. Havalar istiləşib artıq. Yavaş-yavaş xalçalar dedikdə mən bir uşaqların otağına xalça sərmişdim bu evdə. Bir də eyvan dedikdə, yəni həm oturduğumuz otaqda, həm mətbəximizdə həmin hissəyə bir dənə də o biri evdən xalça gətirmişdim. Onu sərmişdim. İndi artıq havalar istiləşir. Mən də yavaş-yavaş otaqları bir-bir, yəni təmizləyirəm dərindən. Burada adyalları götürdüm. Bu örtüklərini başladım sərməyə. Çolpastinləri dəyişdim. Xalçanı götürəcəm. Şkafın içərisini təmizlədim. Qızlar, hər birisini çəkiş edə bilmirəm. Çünki digər işlərim də olur. Vaxt çatdıra bilmirəm. Xalçanı götürdüm. Sonra dediyim kimi çolpastini dəyişdim. Adyalları atdım maşına yuyulsun bir-bir. Hava da qəşəngdə artıq istiləşir. Şkafın şifanerini, yəni paltar şkaflarının içərisini təmizlədim. Yazı masasının, qızımın yazı masasının kitablarının hər birisini tökdüm, təmizlədim. Pəncərəsini içəridən sildim. Yerinin xalçasını götürdükdən sonra altını bütövlüklə xlorlu suyla qəşəngcə köpükləndirdim. Qap şampunu biraz da əlavə etdim, biraz da xlor əlavə etdim. Qəşəngcə yerini 2 dəfə üst-üstə sildim. Pərdəsini yumadım qızlar. Pərdəsini inşallah yəni belə düşünürəm ki, yeni evə köçdükdən sonra bir dəfəlik elə yuyub asaram. Yəni təzə yumuşam həm də. Onun üçün yumadım. Bir ay olar da yumuşam. Yəni mənim üçün təzədir. Onun üçün yumadım. Elə bir dəfəlik köçdükdə inşallah yuvaram. Burada artıq maşını da işə salıram. Belə qızlar, sizlərə xoş izləmələr olsun. Yeməyi də bu arada bişirdim. Qabları yudum, quruladım, yerləşdirdim. Bu otaqları da, yəni dərindən etməsəm də bir-bir otaqları təmizlədim qızlar. Bu otaqları da dərindən etməsəm də üzdən sildim, süpürdüm hər birisini. Belə paltarlar yuyuldu, bir-bir sərdim. Sonda qurudular, ütülədim çolpastinləri. Və sifarişim də var idi. Bu gün bilinçik tortu artıq yay mövsümüdür qızlar. İzləyənlər bilir. Artıq yəni sifarişim olduqda, şirniyyat sifarişləri, isteklər olduqda şirin qoğallardır, şəkər bura, badam bura, paxlava bişirirəm, satışını edirəm. Tortlardır, yəni bacardığım tortlar əgərsə olarsa, Napoleondur, daha doğrusu ballı tortdur, Napoleondur. Biskvitli tortlardır, bilinçik tortlardır, ətlik bilinçiklər, təkcə ətlik bilinçiklər də bişirirəm. İstəyənə sifariş olduqda satışını edirəm. Bu gün də həmin günlərdən bilinçik tortu hazırladım. Onu da qısa hazır formasına çəkiş etdim və paylaşım etdim. Belə qızlar, sizlərə xoş izləmələr olsun.
Və belə təmizliyi artıq bitirirəm demək olar ki, şkaflardayam. Yəni şkaflar qızımın kitab şkafını da həm oturur dərs çalışır burada. Özü üçün robotda bayaq çəkiliş etdim. Həmin robotu da kardondan, yəni qutudan özü düzəldib. Bekar dedikdə, yəni vaxtı olduqda özü belə həvəsi var, bacarığı var, edir. Rəngləmələr, şəkillər çəkir və yaxud da belə qutular falan düzəldir. Qızlar belə başladım bilinçikləri, axşam idi artıq, bilinçikləri də hazırladım. Burada rəng qatdım, sonuncu hissəsinə rəng də qatdım. Dediyim kimi ətrif bilinçiklərdə, sadə bilinçiklərdə yəni hazırlayıram sifariş olduqda. Belə bu cür amma bilinçik tortu etdiyim üçün bunu tort üçün hazırladım. İçərisini qaymaqla etdim bilinçik tortumuzun. Qaymaqlı etdim. Qaymağın və içərisinə də doğranmış şokolad, yəni qırıntı şokolad əlavə etdim. Şokolad sosu əlavə etdim, banan, bir də çiyələk. Bol çiyələk, banan, şokolad sosu, şokolad qırıntısı əlavə etmişəm. Qaymaqlıdır. Belə qızlar, bu bilinçiklərdən 2 ədəd, bir orta boy, yəni böyük 2 kilo 200-lük bu bilinçik tortudur. Biri isə balaca 1 kilo yarımlıq bilinçik tortu alındı. Belə qızlar, tortu da biraz çəkiliş edib, reklam edib videonu keçid edirəm. Yeni evimizdə yeni işlər gedir qızlar. Onu da qısa-qısa istəyirəm çəkiliş edim, paylaşım, yəni videomun içərisinə yerləşdirim və biraz da yəni əvvəl videomda çəkiliş etmişdim. Yerinə istipol çəkilmişdi. Birinci etap betonundan sonra ikinci etapda istipollar çəkilmişdi. Həmin hissəsində də çəkiliş etmişdim. Bir-bir otaqlar tökülüb. Bu gün isə aşağıda olan qonaq otağının betonu, ikinci qat betonu tökülür və sonuncu qatdır. İnşallah yavaş-yavaş da burada biraz qısa da olsa çəkiliş etmişəm. Bütün otaqlar tökülür. Bir dənə qonaq otağı qalmışdı, onu da tökülür. Belə qızlar, yeni evdən də yeni əşyalar aldıqca, yəni nə lazımdırsa və yeni əşyalar aldıqca inşallah yavaş-yavaş da həmin əşyalarda çəkiliş edib videonun içərisinə yerləşdirərəm. Belə qızlar, videonun sonuna gəldik. Videonu izlədiniz, izləyib bəyəndinizsə bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.